Vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb. Ölkə liderinin sözlərinə görə Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək. Dövlət başçısı həmçinin qeyd edib ki, yaxın illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və ölkənin 9 beynəlxalq hava limanı da daxil olmaqla bütün bunlar Azərbaycanın logistika qovşağı kimi rolunu gücləndirən əsas amillərdir. Azyaşlıların pornoqrafik videolarını satanlar saxlanıldı. Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları Telegramda azyaşlılara məxsus pornoqrafik videoları onlayn yolla satanlara qarşı əməliyyat keçirib. Əməliyyat nəticəsində Telegram kanallarının adminləri Arif Muradov və Fərid Süleymanov saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, şübhəlilər Telegramda müxtəlif kanallar yaradaraq azyaşlıların iştirakı ilə çəkilmiş videoların paylaşılmasını və pulla satışını təşkil ediblər. Aşkar olunan faktlarla bağlı araşdırmalar davam etdirilir. Türkiyə C-130 təyyarələrinin uçuşunu 12 noyabrdan etibarən dayandırıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, noyabrın 11-də Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbiçinin hamısı həyatını itirib. Şəhid olan hərbiçilərin cənazələri vətənləri Türkiyəyə gətiriləcək. Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağla bağlı diqqət çəkən açıqlama verib. Baş nazirin sözlərinə görə ilin sonuna qədər Ermənistanda Qarabağ məsələsi bağlanılmalıdır. Ermənistanın Qarabağ məsələsində illərlə konkret bir ölkənin təsiri altında qaldığını dilə gətirən Paşinyan, ölkənin xarici borcunun artmasının səbəbini də açıqlayıb. Bizi tənqid edirlər ki, borc niyə 8 milyard dollara çatıb? Bu pulla nə etmişik? Deməyəcəkdim, amma indi deyirəm. Biz kreditlə silah almışıq, çünki çoxlu silah almaq lazım idi və dərhal alınmalı idi. Baş nazir Ermənistanın hələ də sülhün nə olduğunu bilmədiyini söyləyərək son 1 il 8 ayda ölənlərin olmamasını sülhün başlanğıcı kimi şərh edib. Noyabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 9-12, gündüz 15-20 dərəcə isti olacaq. Rayonlarda isə noyabrın 14-ü axşamdan 15-i gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Əsasən şərq rayonlarında yağıntının qısa müddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur. Havanın temperaturu gecə 6-10, gündüz 15-20 dərəcə isti olacaq. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.